Faizə aid növbəti belə bir sualın asan şəkildə izahını öyrənək. Bizə ki, kvadrantın sayəsini 51% azaltmaq üçün tərəfinə neçə faiz azaltmaq lazımdır? Biz bir ki, kvadrantın sahəsi s bərabər a kvadratıdır. Və biz tutaq ki, deyək ki, a kvadratımız 100%-dir. Və 100%-ə uyğun tərəfi də, gəlin burada belə yazaq da, nəyin kvadratı 100 edir? 10. Tutaq ki, tərəfi 10 olanda sahəsi olur 100%, yəni onun kvadratı 100% edir. İndi deyir, kvadrantın sayəsini 51% azaldaq. 151% azaltsaq neçə olur? 49%. 49 nə deməkdir? 7-nin kvadratı deməkdir. Əvvəl tərəfim 10 idi, indi 7 oldu. Görək 10-dan 7-yə gələndə neçə faiz azalır? Yəni biz tapmalıyıq ki, 10-dan 10-un neçə faizinə çıxsaq 7 alınır. Çünki bizə deyir ki, tərəfi neçə faiz azalırıq. Buradan alırıq ki, 10-u 100-ə bölsək 0,1 edir. Onda ondan 0,1 x çıxanda 7 alırıq. Buradan bu tənliyi həll eləsək 0,1 x bərabərdir 3 olur. 0,1 x-imiz də 3-dürsə x olacaq 30. Cavab olur D variantı.